إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد. Əziz mühtərəm müsəlmanlar, bugünkü danışacağımız mövzu İslam dinində ən böyük yeri olan təvhiddən sonra İslamın mərtəbəsi namazdır. Və namazda da bəzi önəmli məqamlar var ki, hansı ki bir çox müsəlmanlar onun fəzilətindən və yaxud da onun məqamından və ən azından onun fikrindən qafildirlər. O şeylərdən də biri səhv səcdəsi məsələsidir ki, insan namazda səhv edərkən səhv səcdəsi etməlidir və bunu hansı qaydada etməlidir və hansı növ səhv edəndə necə səhv səcdəsi etməlidir. Və bu da bizim dinimizdə Allah Taala'nın bizim üçün etdiyi asanlıqlardan və rüxsətlərdən biridir. Və bilirsiniz, İslam dini özəlliklərindən də biri odur ki, asanlıq və rüxsətlər olması. Və hər bir işdə Allah Taala bizim üçün çıxış yolu qoyub və eləcə də əgər biz namazda səhv edəriksə və bunda da şəriətimiz bizə bir çıxış yolu qoyub ki, o səhvin üstü necə örtülür. Demək, qardaşlar, namazda səhv üç cür olur. Üç haldan birində olur. Ya insan namazda nəyisə əlavə edir, bilmədən səhv edərək, və yaxud da nəyisə əksiklik edir, və yaxud da şəkk edir. Demək, əgər insan namazda artıq nəyisə bir şey edərsə, namazı bitirdikdən sonra, salamı verdikdən sonra səhv səcdəsi edir. Buna da dəlil Abu Hüreyrə radiyallahu anh'ın rəvayət etdiyi Zulyədeyn adı ilə məşhurlaşmış hədisdir ki, Rasul sallallahu aleyhi və səlləm bir gün namazı 2 rükət qılır və tamamlayır. 2 rükət qılır və tamamlayır və sonra Rasul sallallahu aleyhi və səlləm qalxıb getmək istəyəndə Zulyədeyn adlı bir sahabə qalxırdı ki, ey Allahın Rasulü, namaz qısaldı mı yoxsa unuttun? Namaz qısaldı mı yoxsa unuttun? Və Rasul sallallahu aleyhi və səlləm ki, necə ki, Zulyədeyn deyir ki, ey Allahın Rasulü, sən namazı 2 rəkət qıldın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu hiss etməmişdir. Və üzün çevirir səhabələrə, deyir ki, əhəqqun məqalə Zulyədeyn. Deyir ki, məhz Zulyədeyn doğru mu deyir? Və sahabələr deyir ki, bəli, ey Allahın Rasulü, sən artıq namazı 2 rəkət qıldın. Və bu zaman Peyğəmbərimiz aleyhissalatu vesselam yerinə dönür və namazın 2 rəkətində davamı olaraq qılır və sonra salam verir və səhv səcdəsi edir. Sonra salam verir və səhv səcdəsi edir. Demək, bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin feili olaraq namaza etdiyi bir əlavə idi. Hansı ki, 2 rükət əlavə qıldı. Orada da əlavə artıq nə idi? Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə salam verməsi. Amma o ki, qaldı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin qavli olaraq namazda əlavə eləməsi. Bu da necə ki, gəlir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir dəfə zöhr və yaxud da asır. İbn Məsud rədiyallahu anh rəvayət etdiyi hədis ki, günorta namazlarının ikisindən birini qıldırdığı zaman namazı 5 rəkət qıldı. Namazı 5 rəkət qıldı və onda da Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə deyildi bu, xəbər verildi. Ondan sonra Rasul sallallahu aleyhi və səlləm yenə də neynədi? Namazın axırında sadəcə səhv səcdəsi elədi və salam verdi. Amma o ki, qaldı ki, namazda əskilik edən zaman nə etmək lazımdır? Namazda əskilik olan zaman yenə də səhv səcdəsi olunur, lakin salamdan qabaq. Məsələn, insan hər hansı bir namazın vaciblərindən birini qaçırarsa və o zaman onun əvəzinə sadəcə səhv səcdəsi edir və salamdan öncə. Və buna da dəlil Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin səhih hədisdə keçən sözlərinə ki, demək, Allah Rasulü aleyhissalatu vesselam, daha doğrusu səhabənin sözlərinə ki, Allah Rasulü aleyhissalatu vesselam bir dəfə namazı qılır və birinci təşəhhüdü unudur. Qalxır təşəhhüddə oturmadan və sonra ona xəbər verildikdən sonra səhv səcdəsi edir və sonra yenidən nə edir? Salam verir. Və o ki, qaldı ki, namazda edilən səhvin 3-cü növünə, bu da şəkdir.
O şək də burada 3 qismə bölünür. Birincisi odur ki, insan namazda şək edir, lakin onda ağır gələn odur ki, bunu edib yoxsa yox. Məsələn, deyək ki, bir kəs namaz qılır və namazın 3-cü rükətində bilmir ki, o 3-dədir, yoxsa 2-dədir. Lakin ona ağır gələn odur ki, yəni tərəzisində ağır gələn 3 qılmasıdır. Bu birinci hissəsi. İkinci hissəsi odur ki, insan namaz qılır, şəkkə düşür və onda tərəzisində ağır gələn odur ki, yəni zənnində ağır gələn odur ki, ona ərəblər qələbətü zan deyirlər. Zənnində ağır gələn odur ki, etməyib. Burada artıq birinci halda əgər edibsə də o zaman sadəcə səhv səcdəsi eləyir. İkinci halda isə nə eləyir? Həmin o etmədiyi, şəkk etdiyi şeyi yerinə gətirir və sonra səhv səcdəsi eləyir. Amma o ki qaldı ki, onda tərəzi eyni gələrsə, yəni nə etmək, nə etməmək barədə tam bir yəqinliyə tərəf heç bir şey olmazsa, o zaman nə eləyir? Yenə də həmin o əskiliyi gətirir və yəqinə qaytarır. Yəqinə qaytarır. Həmin deyək ki, o rükətdə şəkkə düşür, bilmir ki, edib yoxsa etməyib. 50-50-yə. Və bu zaman yenə də həmin rükəti qaytarır və sonra nə eləyir? Səhv səcdəsi verir. Bu 3 hallardan demək, qardaşlar, əgər şək edir 50%, 50-nin 50-yə bilmir ki, edib yoxsa yox, bu zaman salamdan sonra verir. Və həmçinin əksiliyinə doğru yəqinliyi çoxdursa, yenə salamdan sonra verir. Əks halda isə salamdan öncə səhv səcdəsi edir. Demək, qardaşlar, burada səhv səcdəsində insan namazda etdiyi xataya görə səhv səcdəsi etdikdə artıq onun etdiyi o səhv əfv olunur. Onun etdiyi səhv əfv olunur. Bu da həqiqətən də şəriətimizin bizə göstərdiyi və göndərdiyi ən asanlıqlardan və rüsxətlərdən biridir. Və həmçinin bu mövzuda başqa bir fayda da var ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi Allah Taala bizə bəşər olaraq bir daha xatırladır. Ki, bəşərdir. Məsələ Zülyedən hədisində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 2 rükəti də əlavə qıldıqdan sonra və salam verdikdən, səhv səcdəsi etdikdən sonra və salam verdikdən sonra üzünü çevirir insanlara, deyir ki, ənə bəşərun mislukum ənsə kəmə tənsəvnə. Deyir ki, mən də sizin kimi bir bəşərəm, necə ki, siz unudursunuz, mən də unuduram. Və həmçinin Allah subhanahu ta'ala Kəhf surəsində də buyurur ki, qul innəmə ənə bəşərun mislukum yuhə ileyh. Və ennəmə ilahukum ilahun vahid. Deyir ki, mən də sizin kimi bir bəşərəm, sadəcə mənə vəhy gəlir. Sizin ilahınız yalnız və yalnız bir olan Allahdır. Amma o ki, qaldı başqa bir fayda bu mövzuda olan ki, bəzilər istidlal edir Zülyedən hədisi ilə ki, əhəd hədislə kifayətlənməz. Məsələn, deyirlər ki, Zülyedən Peyğəmbər sallallahu aleyhi ve sellem sözünü təsdiq etmədi. Ta ki, sahabələr hamısından soruşana qədər. Və ona görə bu da bizə dəlildir ki, əhəd xəbər kifayət etmir. Və bununla istidlal edib deyirlər ki, əhəd olmasa, yəni ki, əhəd hədislə əməl olunmaz. Və birincisi, bu qavlun batilliyin əsası ondadır ki, əgər biz bu hədislə əməl etsək, gələk heç əhkamlarda da əhəd hədislərlə əməl eləməyik. Və əgər biz şəriətin əhkamlarında da əhəd hədislərlə əməl etməsək, onda şəriətin böyük əksəriyyəti itib getmiş olur. İtib getmiş olur və bu da batil bir şeydir ki, əhəd hədislə mütəvatir hədisin arasından bu yöndən fərq qoymaq. Çünki onlar özləri deyirlər ki, əhəd hədis əqidə məsələlərində, etiqad məsələlərində, iman məsələlərində keçərli deyil. Amma əhkamda keçərlidir. Bəs necə olur ki, burada əhkamda baş verən şeyi məhz o yöndə istidlal edirlər. Bu da bir cənibiyyə olan bir fayda idi ki, deyir ki, hədisdə keçibsə, qoy o fayda da olsun bizdə. Ən düzün bilən Allahdır. Allah da bizi eşidib faydalananlardan etsin. Bizlərin namazı və digər ibadətləri Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə uyaraq və onun sünnəsinə tabi olaraq yerinə yetirən qullarından etsin. Və əxru də'vanən elhamdülillahi rabbil aləmin. Və salatu və səlamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Əhmən, bir dənə sualım var. O namazdan sonra əlavə bir rükət qılırsan, o nə halda qılırsan, hansı hallarda qılırsan? Və ondan sonra səhv səcdəsi olunurmu? Demək, əgər insan
namazın rukunlarından hər hansı birini qaçırıbsa, deyək ki, Fatihədən, rukudan, səcdədən və s. bu kimi rukunlardan və yaxud axırıncı təşəhhüd qaçırıbsa, o zaman əlavə bir rükət qılır və salamı səhv səcdəsinin salamdan sonra edir. Niyə görə səhv səcdəsindən sonra edir? Biz dedik ki, artıq olarsa. Bəs burada da artıq nədir? Salamın 2 dəfə verilməsi. Nədir? Çünki artıq bir dəfə səhv olaraq salam verib, sonra o rükəti yerinə qaytaranda, o rükət əslində artıq sayılmır. O rükəti yerinə qaytarır, artıq növbəti dəfə salam verdikdə nə olur? Artıq namaza artıqlıq gətirmiş olur və ona görə də salamı səcdədən sonra verir. Rukunları bir də saya bilərsiniz, rukunları. Namazın rukunları Təkbiratul İhram, Fatihə surəsi, rukuya getmək, rukudan qalxmaq və itminən olmaq, rukuya gedərkən və yaxud da rukudan qalxarkən bütün əzaların öz yerində olması, yəni tələsməmək. Tam bütün əzalarınız hədisdə gəlir ki, bütün oynaqlar hamısı öz yerini tutmalıdır. Namazın rukunlarındandır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namazda səhv eləyənə öyrətdiyi kimi. Və həmçinin də ikinci təşəhhüd, birinci təşəhhüd vaciblərdəndir. İkinci təşəhhüd və təslim və axırıncı salam vermək. Bunlar namazın rukunlarından. Əgər bunlardan hər hansı biri olmazsa, mütləq bir rükət əlavə qılıb və sonra salam verib və yenidən səhv səcdəsi etmək olar, edilməlidir. Və yeri gəlmişkən onu deyim ki, bəziləri görürsən deyirlər ki, yox, səhv səcdəsin istəyirsən salamdan qabaq et, istəyirsən sonra et. Lakin Şeyxülislam İbn Teymiyyə rəhməhullah deyir ki, xeyr, belə deyil. Xeyr, belə deyil. Səhv səcdəsin mütləq əgər artıq eləmisənsə, sonra verməlisən. Səhv səcdəsini etməlisən. Yox, əski etmisənsə, salamdan qabaq etməlisən. Və deyir ki, buna da açıq-aşkar sünnədən dəlillər olduğuna görə, hansı ki, az öncə dedik, İbn Məsud və həmçinin Əbu Hureyra radiyallahu anh səhihdə gələn hədisləri və ona görə deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də bizə buyurub ki, sallu kəmə rəaytumun usalli. Məni necə namaz qılan görürsünüzsə, siz də elə namaz qılın. Və ona görə əgər harada salamdan qabaq veribsə, gələk orada verək, harada salamdan sonra edibsə, səhv səcdəsini gələk biz də orada edək və deyir, vacib olaraq. Vacib olaraq. Tutaq ki, namazı qılmışsın, yəni harasa işinə əlaqəli gedmişsən, birinə yadına düşüb ki, hansısa namazın rukunlarını unutmuşsan. Əgər namazda istər rukunlardan, istərsə vaciblərdən uzun bir müddət keçmədən xatırlamısansa, o zaman davam edirsən, tamamlayırsan. Yox, artıq uzun müddət keçəndən sonra artıq olubsa, o zaman qəza edirsən. Bəzi Şafii məzhəbində olan alimlər iştihadla deyirlər ki, filan qədər, hərfli qədər əlavə söz danışmısansa, o zaman tamamlayırsan. Yox, ondan bir hərf artıq danışmısansa, o zaman təzdən qılırsan və dəlillə gətirirlər Zülyedeyn hədsin ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ki, əhəqqun məqalə Zülyedeyn, o cümlədə keçən hərfləri topalayıb, deyirlər ki, bu qədər danışmısansa, deyirsən, danışmamısansa, davam et, yenidən qılırsan. Alimlər deyir ki, elə deyil. Orada zərurət o cümləyə idi, o cümlə işləndi. Zərurət olsaydı, başqa artıq sözlər işlənsin, başqa artıq sözlər işlənirdi. Bu, qaytarılır urfa, insanların adətlərinə, düşüncələrinə. Əgər uzun bir müddət keçibsə, o zaman yenidən qılınır. Yox, belə yenidən bir rükət qılınır, yoxsa ümumi davam edir. Yəni ki, o naqisliyi davam edir. Biz ki, Rasul sallallahu aleyhi ve sellem 2 rükət qılmışdı səhv olaraq, 4 rükətdə namazı. Sonra 2 rükət davamladı. Və eləcə hər hansı bir şey naqislik varsa, o naqislik tamamlanır. Yəni, bir rükət unutmuşsansa, bir rükət qılırsan. Bəli, bir rükət qılırsan sadəcə, namazı qaytarmırsan. Amma uzun artıq vaxt keçdisə, o zaman neyinsən, namazı yenidən qəza edirsən. Bəs əgər imam səhv eləyibsə, hansısa bir rukunda və arxada tutaq ki, onlar... Əgər imam namazda səhv eləyibsə, və bu da ona bəyan olunubsa, yəni ona xatırladaraq, arxadan işarə edərək, əgər imam qayıtmırsa, hətta orada alimlər icazə verir ki, bir kəlmə ilə onun yadına salmaq.
Məsələn, Fatihə surəsini deyək ki, imam qaçırdı. Subhanallah deyirsən, sonra Fatihə surəsini qaçırdı, başlayır, məsələn, Tin surəsini oxumağa. Başlayır Tin surəsini oxumağa, xatırladırsan. Deyək ki, Subhanallah. Bizim Diyanır yenə Tin oxuyur. Diyanır yenə Tin oxuyur. O zaman deyə bilərsən ki, Fatihə, məsələn. Və yaxud da rukudadırsa deyirsən ruku. Belə deyib, bu danışmaq deyil, namazın məsləhətinə də ona görə icazəlidir. Yox, əgər imam artıq bundan sonra da qayıtmırsa, məsələn, deyək ki, qalxıb artıq rükət qılır, o zaman sən gözləyirsən. Çünki imama səhvlərdə tabi olmaq vacib deyil. Gözləyirsən, elm əhlinin racih gördüyü görüşü. Gözləyirsən, imam namazı o artıq elədiyin də qılır, sonra qayıdır onunla birlikdə tamamlayırsan. Baxmayaraq, bəzi alimlər deyir ki, tabi olursan, bəziləri deyir ki, yox, ümumiyyətlə sən salamı verib çıxırsan. Lakin ən orta görüş odur ki, burada oturursan, gözləyirsən, imam qayıdır. Yox, əgər imam heç bir şey etmədisə, sən səhv səciyyəsi etmirsən. Bu qalır imamın üzərində. Çünki Rasul sallallahu aleyhi ve sellem buyurur ki, o nə qazanırsa savab sizə də var, ona da var. Və nə günah eləyirsə, ona var, sizə yoxdur, sizə savab var. Onu imam səhv səcdəsi eləyəndə, səhv səcdəsi arxadakılar da eləyir. Mütləq. Hamı eləyir səhv səcdəsi. Hamı eləyir. Həmçində burada bir məsələ də var, təşəhhüd məsələsi. Bəzi elm əhli deyir ki, səhv səcdəsi eləyəndən sonra təşəhhüd tutursan, sonra salam verirsən. Lakin racih olan odur ki, Allahu aləm, təşəhhüd olunmur. Çünki təşəhhüd yerində də deyilib təşəhhüd. Ona görə sadəcə səhv səcdəsi və salamda kifayətlər. Təşəhhüd oxunur, 2 dəfə səcdə edilir. Təşəhhüd adi namazın öz təşəhhüdü deyilir. Və səhv səcdəsi olunur, salam verilir, yox da salam verilir, səhv səcdəsi olunur. Artıq o salamla səhv səcdəsi arasında bəzi elm əhli deyir ki, təşəhhüd deyilir. Növbəti dəfə. Aydındır. Salamdan sonra. Lakin racih olan ki, təşəhhüd deyildi, 2 dəfə səcdə edildi, sonra yenə təşəhhüd deyilib. Bəzi elm əhli ilə deyil, bəli. Lakin tərcüh olan odur ki, belə deyil. Sadəcə səhv səcdəsi kifayət edir. Səcdədən sonra durub, salam verib çıxırsan. Bəs, kifayət. Bir sualım da var. O namazda nə unutulanda səhv səcdəsi olmur? Əgər namazda rukunlar və yaxud da vaciblər hamısı yerində deyilibsə, vacibi dərəcəsində deyilibsə, o zaman namaz səhihdir. Yox, əgər insan namazın müstəhəblərində hər hansı bir şey gətirməyibsə, müstəhəblərindən hər hansı bir şey gətirməyibsə, bu zaman artıq namaz səhihdir, lakin savabı naqisdir. Və buna səhv səcdəsi falan heç bir şey lazım deyil, namaz keçərli sayılır. Misal olaraq deyək ki, məsələn, kimsə istiftah duasını deməsə, kimsə İstiftah yəni girişdir. İstiftah bəli, namazı açılış duasını deməsə, və yaxud da səsli namazı səssiz qılsa, və yaxud səssiz namazı səsli qılsa, və yaxud da əlləri bağlamaq, və yaxud da təşəhhüddə barmağı tutmaq. Bunlar hamısı nədir? Namazın müstəhəblərindəndir. Bunlarla namaz kamilləşir. Lakin olmaması namazı batil eləməyir. Düzün Allah. Bir sual da var. Məsələn, hər hansı bir qiraətdə olan səhvlər, səhv eləyəndə o səhv səcdəsi düşür, yoxsa? Əgər namaz qılan namazın qiraətində xata eləyirsə, onda elm əhli o xatanı 2 qismə bölürlər. Böyük xata, kiçik xata. Əgər kiçik bir xata eləyibsə, deyək ki, hərflərin məxrəcində falan biraz xata eləyibsə, və sözsüz ki, söhbət Fatihə surəsindən gedir ən birinci. Bu zaman namaz səhihdir. Yox, əgər böyük xata eləyibsə, qadir olduğu halda və mütləq bu xatanı düzəltməlidir. Məsələn, deyək ki, Fatihə surəsində hər hansı bir kəlməni unutdu. Və Fatihə surəsində namazın rukunlarından və Fatihəsiz də namaz yoxdur. Necə ki, Rasul sallallahu aleyhi və səlləm buyurur. Ona görə nə etməlidir? Fatihə surəsini təzdən və düz oxumalıdır. Əgər yox, bilmədən belə keçsə, məsələn, bir ayəni unudub Fatihəni oxusa, artıq Fatihəni oxumamış kimidir, sonra yenidən bir rəkət qılıb namazı tamamlamalıdır. Yox, əgər Fatihədən sonraki surələrdə xata eləyibsə, artıq Fatihədən sonra surə oxumaq müstəhəbdir. Oxumasan da namaz səhihdir. Nəinki onda xata edəndə ona görə səhv səcdəsi edirsən, yoxsa yox. Yəni, Fatihə surəsindən sonraki surələrdə xata olarsa, buna görə nə deyil? Səhv səcdəsi yoxdur. Namazdan sonraki əstəğfirullah demək o kimi şeylərə kəffarətdir. Bir sualım var, bu səhv səcdəsinə aid deyil. Tutaq ki, cəmaat namazında səhvdə durmuşsan, hər hansı bir kiminsə bir qardaşın
ya dəstəmazı pozulursa və yaxud da o çıxa bilmir o səhvdən, o və səhvin dağılmaması üçün neyinir, oturur, yoxsa çıxır, onda necə? Bacardıqca çıxmalıdır safdan. Safdan çıxmalıdır. Bacardıqca safdan çıxmalıdır. Ən azından ona görə ki, gedib dəstəmaz alıb gəlib yenidən cəmaat namazına qoşulsun, fəziləti əldən qaçırmasın. Ən azından gedib bunu etməlidir. Yox, əgər bacarmırsa dəstəmaz almağa getməyi, o zaman safdan çıxsın. Safda qalıb. Çünki onun safda olması safı qırıq sayır. Safda dəstəmazsız saf qırıq sayır. Rasul sallallahu aleyhi ve sellem ki, safı kəsənləri də Allah kəssin. Ona görə çıxmalıdır. Arxaya keçə bilmir, qabaq tərəfə keçsin. İmamın yan görəsində gedib bir yerdə otursun. Gözləsin, sonra gedib dəstəmaz. Bəs o safdan çıxanda o yanında saf tamamlanacaq. Arkadaşlar gəlib tamamlayacaq o safdakı boşluğu. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Allahın ən çox xoşuna gələn yer işdir ki, saflarda yeriyib boşluğu tamamlamaq üçün atılan addımlar. Fəzilətli şeydir. Ona görə o müsəlmanlar, safda olan namaz qılanlar qoymazlar ki, o boş qalsın. Dərhal gedib addımını tamamlayırlar o boşluğu. Həmçinin Allah tamamlamasalar da sən ona mükəlləf deyilsən. Sənin boynuna düşən safdan çıxmaq. Son nə olacaqsa. Bəzi imamlar görsən namazda səhv edirlər, səhv səcdəsi etmirlər. Bildikləri halda ki, səhv edirlər və bildikləri halda ki, səhv səcdəsi vacibdir, eləmirlər. Soruşanda deyirlər ki, namaz qılanlar təşvişə düşəcək, bilməyəcəklər nə var. Əslində belə deyil. Əslində səhv səcdəsini etmək lazımdır hər səhv eləyəndə ki, insanlar qoy öyrənsin. Çünki bu dinimizin əhkamıdır. Dinimizin əhkamıdır. Burada nə utanmaq lazım deyil, nə sıxılmaq lazım deyil. Əgər Allah Rasulü Aleyhisselatü Vesselam bir neçə dəfə namazda səhv eləyibsə, biz necə? Yəni, bizdə o səhvlər mütləqdir ki, bizdə də olsun. Və olursa da nə etməliyik? Necə ki, Rasul sallallahu aleyhi ve sellem eləyib, biz də o şəkildə o səhvin üstünü örtməliyik. Bir də tutaq ki, biri namaza qoşulursa, tutaq ki, 3-cü rəkətdə qoşulub namaza, namaz bitdi və durur namazını qılar da. O namaz 3-cü, 4-cü rəkəti cəmaatla qılır, sonra durur. Tək qılanda o Fatihədən sonra surələr oxuyur, yoxsa yox? Əgər o surələr, o rükətlər onun 3-cü, 4-cü rükəti sayılırsa, burada oxumur. Yox, əgər 1-ci, 2-ci rükətindən sayılırsa, oxuyur. Qoşulanda, tutaq ki, 3-cü rəkətdə qoşulub. O artıq onun 1-ci rəkəti sayılır. Amma orada çatdırıb oxuya bilmir axı. Onlar təkcə Fatihəni oxuyur, imam tez rukuya gedir. Bu çatdırmır oxumağa. Tək Fatihəni də çatdıra bilmir. Yox, tək Fatihəni imam oxuyur Fatihəni. Bu da Fatihəni oxuyur. Fatihədən sonra bir surə oxumalıdır. Vacib deyil amma surə oxumaq. Onda əgər 3-cü rəkətdə qoşulubsa, durub 2 rəkət qılacaqsa, onda təkcə Fatihəni oxuyur. Onsuz da 3-cü, 4-cü rükətdə Fatihəni oxuyursan da. Baxmayaraq icazəlidir başqa surələrdə oxumaq, lakin adətən tək Fatihəni kifayətlənirsən. Ümumiyyətlə, namazda rukun Fatihədir. Fatihədən sonra oxunanlar nə vacib deyil, nə də rukunlardan deyil. Sadəcə müstəhəbdir ki, namazdan sonra oxuyasan və namazı ən xeyirli eləyən, ən fəzilətli eləyən onun qiyamının uzunluğudur. Necə Rasul sallallahu aleyhi ve sellem buyururlar ki, ən fəzilətli namaz hansıdır? Deyir ki, qiyamı uzun olan namaz. Qiyamı uzun. Onu yaxşıdır ki, insan Fatihədən sonra nəysə bir surələr oxusun, bildiyi surələrdən. Mətəyyəssər ələh. Yəni, nə onun üçün asanlaşdırır, nəyə bilirsə qoy oxusun.